Ya Allah, ya Allah, ya Allah. İlahi, əllərimizi naumid qaytarma. Amin deyən dilləri lal öldürmə. Bağışlamamış bizi bu dünyadan aparma. Bu namazı, bu duaları, bu ibadətləri, bu deyib eşitməyi bizdən qəbul elə. Danışılan sözləri həm danışanın, həm eşidənlərin qəlbində təsir elə. İzzətin xatirinə izzətimizi əlimizdən alma. Bütün çətinliklərimizi, müşküllərimizi öz qüdrətli əlindən həll elə. Çətinliklərin qarşısında səbirli olmağı, şükür eləməyi bizə nəsib elə. Kimlər ki bizdən dua istəyirlər, onların hamısının hacətlərini rəva elə. Bu namaza gələn insanların qəlblərindən özün xəbərdarsan, nə çətinlikləri, nə dərdləri var, nə hacətləri var. Sənə and verirəm, Quran-ı Kərim hörmətinə hamısının hacətlərini rəva elə. Qiyamət günü axirətdə günahkar qəlblərimizi cəhənnəm odunda yandırma. Ailəmizdən, övladlarımızdan Peyğəmbər, Əhl-i-Beyt, Quran düşməni qərar vermə. Müsəlmanların birliyin, vəhdətin bundan daha möhkəm elə. Hər kim müsəlmanlar arasında ixtilaf salmaq istəyir, onların şərrindən bizi hifz elə.